Bismillahirrahmanirrahim. Həzrəti Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm buyurur. Rəcəb ayında hər kəs 1000 dəfə la ilahə illallah desə, Allah onun üçün 1000 savab yazar və cənnətdə onun üçün 1000 şəhər tikər və Saluşiyə cild 10 səhifə 484. Rəcəb ayında hər birinizi xoş gördük, əziz izləyicilər. Yenə sizlərlə görüşə gəldik. Görüşə gəldik ki, yeni mövzularımızı müzakirə edək. Və yeni mövzularımız sırf studiyamıza verilən suallarla bağlıdır ki, məxsusən suallarımıza cavablandıracaq bir qonağımız var. Qonağımız isə ilahiyyatçı pedaqoq Aybəniz xanım Cəfərovadır. Xoş gördük Aybəniz xanım. Xoş gördük. Mən də sizi salamlayıram və izləyicilərimizi salamlayıram. Bu gözəl Rəcəb ayında hər birinizi xoş gördük. Allah Teala gözəl mənəvi hallar nəsib eləsin sizlərə və bizlərə də. Allah bu ayın bərəkətini bizlərə çox görməsin. Amin inşallah. Aybəniz xanım, bir çox suallar var ki, o sualların məhz siz tərəfindən cavablandırılmasını istəyirlər. Və bu suallar bilirik, sadəcə çox ola bilər, amma əminik ki, ən gözəl cavabları da sizdən eşidəcəyik. Və bu Rəcəb ayında da əminəm ki, bu suallar izləyicilərimizə də çox müsbət təsirlər buraxacaq və ən əsası onlarda olan sualların cavabları rahat bir şəkildə alacaqlar sizlərdən. İlk olaraq sualımız belə olsun. Ego nədir? Yəni biz egonu psixoloqlar tərəfindən eşitmişik cavablarını. Amma biz ilahiyyatçı olaraq, bir pedaqoq olaraq Aybəniz xanım Cəfərovadan soruşmaq istəyirik ki, sizcə ego nədir? Buyurun. Bismillahirrahmanirrahim. Ego bilirsiniz ki, mən deməkdir. İnsanın özü. Və bu günləri biz əslində bütün sosial şəbəkələrlə insanlarda bu halı müşahidə edirik ki, qərbi mədəniyyəti insanlara bunu təlqin eləyir. Egosentriksən, mən mərkəzlisən, elə mən mərkəzli də qal. Yəni, mərkəzi və heç kəsi buraxma. Əsas özünsən. Və bununla insanları əslində elə bilirlər, doğru yola yönləndirirlər, amma bu yanlışdır. İnsan əksinə qəlbi ki, Allahın taxtı tacıdır. Allah deyir, qəlb evi mənim evimdir, mənim taxtımdır, ora məndən başqasını salma. Əgər ora başqasını salarsansa, başda elə özün olmaq şərti ilə, zaten bütün məsələlərdə insan özünü düşünür, ona görə mən mərkəzlidir. Hər şeydə mənim marağım, mənim mövqeyim, mən necə olacam, mən necə düşünüm, mən niyə əzdirim və ilaxırı və s. Bu cürə düşünür deyə insan artıq orada elə ən böyük səhvi yol verir ki, ora Allahın yeri ola, ora özünü otuzdurur. Bu da Allaha heç xoş gəlmir. Sınaqlar qarşısında insan həmişə elə, həmin insanlar ən çox əzilirlər. Bəli, ümumiyyətlə biz sosial şəbəkələrdə də görürük ki, siz deyən, sizin vurğuladığınız hissələr ki var, biz sosial şəbəkələrdə daha çox dinləyirik ki, sən elə də, belə deyək də, özünü elə-belə əzdirmə, sən, əslində onların içində mən böyüdürlər sizin fikrinizcə. Bəli. Bəli, Aybəniz xanım, ikinci sualımız belədir. Bugünün insanın narahatlıqlarının səbəbləri nələrdir? Ki, bu qədər insan narahatdır. Səbəbi görəsən nədir? Sizin fikriniz maraqlıdır. Əslində, bugünün insanın narahatlığının səbəbi onun ruhunun problemidir. Ruhunun acılığındandır. Və elə bir ruhu dünya ilə doydurmağa çalışan insanın məsəlini çəksək ki, məsələn, aş süzəmlə elə bir su daşıyır. Sizcə belə insan suyu aparıb çatdıra bilər qarasa. Ona görə ruh doymur. Ruhun narahatçılığının səbəbi onun doyumsuzluğudur, aclığıdır. Deməli, səbəb ondan qaynaqlanır. Bəli. Çox maraqlıdır. Bu narahatlıqlardan sonra insan bir hüzur istəyər və hüzurla bağlı olan sualımız da belə olsun. Hüzur nədir sizcə? Hüzur qəlbin Allah qarşısında təslim olduğu bir haldır. Hüzur Allah qarşısında insanın həyatın içində yaşayaraq özünü daim Allah qarşısında hiss eləməkdir. Hüzur. Allahla olur, həyatda da amma Allahlandır. Demək ki, dünyanın içində Allahla olmaqdır. Orada deyilər hüzur tapmaq. Bəli, nə gözəl. Əsl hünər nədir sizcə? Əsl hünər deyərdim,
Mənim aləmcə öz qüsurlarını görə bilmək. Maraqlıdır. Yəni öz qüsurlarını görə bilmək deyərkən biraz ətraflı məlumat verə bilərdiniz. Bizə də Bir maraqlı insan, gəlir. Yəni qadına, kişiyə, biz fikirləşirik uşaqlıqdan ki, hünərli tək kişilər ola bilər. Bəs hünərli qadın ola bilməz? Maraqlıdır. Yox, əlbəttə ki, bu fiziki gücdən getmir söhbət. Peyğəmbər sallallahu əleyhi gördü 2 nəfər cəngdə döyüşürlər, belə deyə daha doğrusu pəhlivanlar güləşirlər. Onu çağırdılar ki, gəlin siz də baxın ki, pəhlivan döyüşür. Baxdı, dedi ki, əsas hünər bu deyil. Hünər odur ki, nəfsinin qabağında insan özünü ram eləyə bilsin. Yəni bu böyük bir güc deyil. Bu siz dediyiniz fiziki hünərdir. Amma ümumiyyətlə həqiqi hünər ki, odur ki, yəni əsl insan odur ki, əsl güclü, qüdrətli insan odur ki, qüdrət sahibi insan odur ki, öz qüsurlarını görə bilir. Bu da insanlarda çox azdır. İnkişafın da qabağını alan səbəblərdən biri bu da elə. Elə onda... Görə bilmir deyənə inkişaf elə bilmir. Bəli, Aybəniz xanım, onda demək olar ki, insan əgər nəfsini tanısa, onu da idarə eləyə bilər. Bəli. Bəli. Son zamanlar Aybəniz xanım, sosial şəbəkələrdə olsun, istər insanlar arasında olsun, bir çox psixoloqların toxunduğu bir mövzu var ki, belə deyək də, nə istəyirsənsə, onu istə. Belə deyək, zehninlə istəməlisən. Buna ən çox, belə deyək də, evrənə mesaj. Son zamanlar bu kəlməni biz daha çox eşidirik. Amma dini baxımından desək, deyərlər ki, zehninizi gücləndirin və onunla hər şeyi istəyin. Bunlar haqqında nə deyə bilərsən? Evrənə mesaj. Yəni, nə istəyirsən, o sənə veriləcək. Bu dinimiz buna necə baxır? Yəni, bu haqda nələr var? Bəli. Əslində, zehin insanın ruhunun xidmətçisidir. Yəni bu zehin, bu beyin insana, ruha xidmətçi olaraq verilib. Beyin adlı bir orqan insanın inkişafına xidmət eləməlidir. Və əgər bir insan beyindən istifadə eləyərsə, o insan mümkün deyil ki, inkişaf eləməsin. Dediyimiz formada. Bəli. Ki o ağıllı insan o insandır ki, anlaya başa düşə ki, hardan gəlmişəm, hardayam, hara gedəcəm və nə etməliyəm. Bunları bilən insan üçün artıq yaşamaq rahatdır. Və o artıq bilir ki, mənim belə bir beyin adlı orqanım var, Allah bunu mənə xidmətçi qərar verib, mən bunu istifadə eləməliyəm. Bəli, belə insanlar əlbəttə ki, onlar siz deyən sosial şəbəkələr vasitəsilə tam əksinə eləyiblər. İnsanların beyninin o cürə ovsunlayırlar və sən ancaq zehni və denən zehnin sən üçün hər şeyi yetişdirəcək, beyni və denən beyin hər şeyi ələ gətirəcək, amma Allahdan da sənin üçün lazım olanı istə və zaten Allah sənin üçün xeyirlisin qərar verəcək. Bəli. Amma təslim olandan sonra. Orada təslim də vacib. Bəzi insanlar var, məsələn, deyir ki, mən bəli, bu evrənə mesaj göndərməklə, nə bilim, filan şeyləri ələ gətirdim, amma o qalmadı əldə qalmayacaq da. O nə qədər haqq eləyibsə, o onun əlində qalacaq, ondan artıq qalmayacaq. Və görürsən ki, bunun əlindən gələn qapıdan gəlir, bacadan uçur. Deyə bilər ki, onda elə çıxır ki, onlar Allahdan yox, beyindən istəyirlər sanki. Bəli, məsələ budur. Elə bilirlər ki, o cürədir. Maraqlıdır. Bəli. Evrənə mesaj deməli cavabı budur ki, yəni evrənə mesaj deməkdənsə mütləq Allahdan istəmək və Allaha doğru yönəlmək, bu orada Allahdan istəmək. Bəli. Məsələ budur ki, Allahdan xeyirlisini istəmək. Bəzən insanlara bunu təlqin edirlər ki, Allahdan xeyirlisini istəməyin, o çox ağır bir şeydir. Bəli, bunu da eşitmişik. Yanlışdır bu. Allah mənə necə ziyan verən bir şey istəyir. Əlbəttə ki, Allah mənə əlbəttə ki, zülm eləməz. Allah mənə nə lazımdır, onu verəcək. Əgər Allah mənə lazım olanı verəcəksə, bura kim, üçüncü kim bura qarışa bilər ki? Heç kəs. Cavab olaraq heç kəs. Feillərdə tohidə iman gətirən insan üçün bu problem deyil. Bilir ki, Allah nə istəsə o olacaq. Mən sadəcə vəzifəmi yerinə yetirməliyəm, addımı atmalıyam, işimi görməliyəm. Ondan sonra qalan iş Allahlıqdır. Aybəniz xanım, onda belə nəticəyə gəlmək olar ki, nə istəsək Allahdan israrla istəsək Allah verər. Bu da var, buna da əlavə etmək. İstəyəndə verəcək. Bunlar elə orada ilişirlər, çoxu orada ilişirlər ki, verəcək verməyinə. Zaten Allah da Allah
təfsirdə də açıqlaması bu cürədir ki, cənnəti istəyənin əlindən tutub apararam, cəhənnəmi istəyənin də əlindən tutub apararam. O cəhənnəmi istəyir də. Get. Bu cürə. Bəli. Ona görə də hər bir insan nə istəsə ona veriləcək. Amma onun xeyri hardadır, o bəllidir. Onu Allah bilir. Ona görə insan əgər razı olsa ki, özünü təslim eləsə ki, Allahım mənim üçün xeyirli nədirsə, onu mənə nəsib elə, Allah o barədə də onun üçün qapı açacaq. Zaten istədiyi oydu. Bəli. 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 Aybəniz xanım, son zamanlar belə deyək də hər kəsi qəzəbli görmək, sanki ətrafımızda olanların o xoş simalarında belə qəzəbi görmək insana biraz çətinlik yox, sanki o onların o aramlığını aradan aparır. İnsan özü narahat olur ki, axı bu mənim əzizimdir, niyə bu qədər qəzəb olur? Bəs görəsən qəzəb sizcə nədir? Biz qəzəbi görəsən elə tək mimikalarla görüb deyirik bu qəzəblidir, yoxsa qəzəb necədir sizcə? Qəzəb əslində gücsüzlüyün dilidir. Bir insanın gücsüzlüyü onun qəzəbi ilə bilinər. Bu adam gücsüzdür ki, bu qədər qəzəblənir. Güclü adam bu qədər qəzəblənməz. Və ümumiyyətlə bilmək lazım ki, qəzəb insan üçün lazım olan bir hissdir. Bu olmalıdır insanda. Olmasaydı zaten Allah onu bizə verməzdi. Onu bizə verib sadəcə onu normada saxlamaq lazımdır. Normada saxlayıb və onu tanımaq ki, mən bunu hansı məcraya tərəf yönəltməliyəm? Qəzəbim harda olmalıdır, harda olmamalıdır. Bunu bilən insan üçün çox rahatdır yaşamaq. Bəli, qəzəbin harda bizə bir misal çəkərək deyə bilərsiniz ki, hansı yerdə biz qəzəbli olduğumuzu izhar eləyək, hansı yerdə qəzəbimizi boğaq, belə deyək. Zaten bu qəzəb məsələsi bayaq elə belə toxunmadım. Biz dedik ki, qəlb Allahın evidir. Ora gərək heç kəs girməsin. Mən əgər orada qəzəbim mənim özümdən oyanırsa, özümdən yaranırsa, daxilimə buraxaraq oyadıramsa bu qəzəbi, mütləq onun mənə zərbəsi dəyəcək. Allahın bizdən istədiyi budur ki, orada içivə buraxma, daxilimə buraxma. Çöldə saxla bu şeyləri. Mənə görə. Mənə görə danış, mənə görə sus, mənə görə qəzəblən, mənə görə bağışla. Əgər insan bu hədləri bilsə, o qəlb evinə onlar girə bilməyəcək, daxil ola bilməyəcək. Və bu insanın qəzəbinin yerini İslam elmi təyin edir zaten. Bəli. İslam elmi sənə deyir ki, İslam əxlaqı deyir sənə harda qəzəblən. Məsələn, qəzəbin ifrat həddi anormallıqdır, psixopatlıq. Qəzəbin təfrit həddi də ki, qorxaqlıqdır. Amma yerində istifadə olunsa şücaətdir. Yerində. Bəli. Çox maraqlı cavab. Həqiqətən də demək ki, qəlbin qarşısında dayanıb hər şeyi Allaha görə etməyin özü bir, deyərdim ki, hünər tələb edir. Bu da asan bir şey deyil. Bəli. Ən sondakı sualımız belədir ki, ümumilikdə həsəd haqqında məlumat almaq istədik ki, görəsən bu həsəd nədir? Həsəd haqqında ümumilikdə götürsək nə deyə bilərsiniz? Həsəd insanın əlində olan, başqasının əlində olana baxıb, onun o neməti əlindən alınmaq arzusu ilə yaşamaq deməkdir. Alınmaq arzusu ilə? Onun əlində var, ay Allah, onu al, mənə ver. Mənə verməsən də al. Bu da mümkündür. Bu da var. Bir yolla ki, onun əlində qalmasın. Və biz bu günləri əslində elə buna da toxunmaq istəyirəm. Çoxumuz elə orada da ilişmişik. Bugünkü sosial şəbəkələri insanları əslində elə həsədləndirir, həsədini oyadır, paxıllığını oyadır. Paxıllandırır insanları. Məsələn, göstərişlərlə, görüntülərlə, məsələn, həyatının bir dənə bir saniyəli, bir anlıq, xoş anını belə çəkib paylaşmaqla, insanlara göstərməklə, insanları narahat eləyir, insanların yatmış həsədini oyadır, yatmış paxıllığını oyadır. İslam Fələq surəsində bizə nə deyir? Deyir ki, paxıllığın paxıllığı tutanda onun şərindən mənə sığın. Düzdürmü? Allah belə deyir. Burada artıq fələk yox, fələk də heç nə edə bilməz. Elə bilməz. Sən artıq özün insanlara, özünü neynirsən? Əlləmə Təbəyə sual verdilər ki, göz, nəzər,
cadu, sehir, bunlar varmı? Dedi, bəli var. Həqiqəti varmı? Dedi, bəli, həqiqəti var. Dedi, bəs təsiri? Dedi, təsir Allahın izni iləndir. Deməli, bəs onda günahkar kimdir? Günahkar cilvələnəndir. Və bugün insanlara görürük, çox müraciətlər edirlər. Halsızam, ibadətlərdə süstəm, yoldaşımla evdə nəsə narahatçılıq var. Son zamanlar evimdə hər şey qaydasında getmir. Heç nədən evimizdə dava düşür. Namaz qılmağa istəmirəm, qılsam da tez tələsi bitirirəm. Elə bir belimdə bir dağ var, yük var. Bəli, bunlar hamısı bunların nəticəsidir əslində. Səbəb bunlardan ola bilir. Bəli, bəli. Çünki qarşı tərəfi narahat edirsən. Özü əzizlər, bilirsiniz də, bir var ki, Üsalı xanım, bir var ki, insan əvvəllər 3-5 qohumun içində o hərəkət eləyərdisə də. İndi ekran açıq, dünya açıq, hamı görür səni. Bütün paylaşımlarımı hamı görürlər. Və bu görənlər, yəni o çevrə nə qədər çoxalır, sənə də həsəd eləyənlər daha çox çoxalır. Səni də nəzərləndirən çoxalır. Nəzər haqqında da yəqin sualımız olar. Çünki bu arada da çox sual verirlər. Mənə də yönləndirmişlər o suallardan. Bəli. Olsa verərsiniz. Ümumilikdə onda belə bütün bu deyilən həsədlə bağlı olan sualı əgər necə deyərlər, bir yerə cəm etsək və bir yerdə onun ümumi cavabını versək, deyə bilərik ki, həsədi elə biz özümüz yaradırıq qarşı tərəfdə və onların nəzərlərinə cəlb olunuruq biz. Bəli. Bir alimin yanına uşaq gəlirdi. Evlərinə uşaq qonaq gələcəkdi. Dedi, övladına de ki, övladım bugün bizə bir qonaq gələcək. Amma o uşağın yanında birdən məni ata çağırmayasan. Dedi, atacan, niyə? Sən mənim atam deyilsən. Dedi, mən sənin atanam, amma onun atası yoxdur. Təsəvvürün elə, bu bir nəfərdir, bunun evinə bir dənə balaca uşaq gəlir. Biz bu boyda sosial şəbəkələrlə, hamıya heç, bəlkə də insanların diqqət eləsəz, o xoşbəxtliyin heç birini dadımırlar, amma sosial şəbəkələrlə onu o cürə göstərirlər. Əslində bu özü, sizdə bu çox bərbad bir vəziyyət, həqiqətən də. Adamın ürəyi də ağrır ki, o cürə cavanlar öz ailələrini məhv eləyirlər, özlərini, vücudlarını da xarab eləyirlər. Elə bilirlər ki, bundan, bu paylaşımdan yaxşı olacaq. Paylaş, yaxşı işlərimi paylaş. O işlər ki, orada özün yoxsan, Allahın əsəri var. Allah sənə kömək elədi, Allah sənə yardımcı oldu və sən bu işi ortalığa çıxartdın Allahın inayəti ilə və bil ki, bu əməl səndən bir gün alına bilər. Bu qorxu ilə, bu ürəklə əgər bu işi eləsən, o heç vaxt sənə zərər gəlməz, o paylaşdığın heç vaxt sənə heç bir sənə ziyan verə bilməz, heç kəsin də zərəri sənə heç bir təsir qoya bilməz. Çünki bütün işlərində Allahla bağladın hər işi. Bu işi görəndə də, bu işi paylaşanda da niyyətin də Allah üçündür, Allaha yaxınlaşmaq üçündür və insanlar Allahın bəndələrini doğru yola yönətmək istəyirəm. Heç bir problemi yoxdur. Ona görə də əsər olaraq insan bir dənə bilməlidir ki, mənim yaratdığım hər bir əsər olursa olsun, bu mənim deyil. Bu Allahın mənə verdiyi inayətdir, tövfiqatdır. Əssalam. Hər zaman da bunu məndən ala bilər. Bunu düşünən insana heç vaxt nə nəzər toxuna bilməz, nə də nəfs, nə də həsəd ona heç bir şey deyilməz. Bəli. Həqiqətən də bugünkü verilişimizdə verilən bu bizə görə vacib olan sualları ən gözəl şəkildə sizlər cavablandırdınız və əminəm ki, izləyicilərimizə də çox təsir edəcək bir nüanslara toxundunuz. İnşallah. Aybəniz xanım, bildiyiniz kimi Rəcəb ayının ən gözəl günlərini yaşayırıq. Allaha doğru gedən yolda və Allahın bağışlanma ayı olan bir ayda yaşayırıqsa, Aybəniz xanım Cəfərova bizim izləyicilərə bu Rəcəb ayında nə demək istər? Bu suallardan çıxış edərək, bütün bu Rəcəb ayının daxil olması ilə bərabər, buyurun, siz eşidirik. Bilirsiniz ki, Rəcəb Şaban ayları Ramazan ayının müqəddiməsidirlər. Yəni bir növ ona hazırlıqdır. Ramazan ayındakı bizdən Allah Taala mənəvi saflıq istəyir, mənəvi düşüncə istəyir, mənəvi baxış istəyir, mənəvi addımlar istəyir, yüksəliş istəyir və bütün bu aylar vaxtında, zamanı ərəfəsində məsləhət bilərdim ki, hər kəs özünə çox diqqət eləsin. İnsanlar ən çox başqalarına daha çox odaqlanırlar. Yəni filan kəs bu cürədir, mən o olayım, məclisə mən gəlmirəm. Filan kəs o cürə adamdır, xoşum gəlmir ondan. O varsa mən orada yoxam. Ya mən gəlim, ya o gəlsin. Bu şeylər olmasın. Biz bütün bir dənə gözəl alimin bir gözəl sözü var.
bütün insanlara baxanda Allahın nəzəri ilə baxmağı öyrənənə qədər əziyyətin olar dünyada. Həqiqətən də belədir. Nə qədər o insanlara elə adi insan kimi baxarsan, həqiqətən də insan çətin yaşayar. Çətindir, doğrudan da çətindir bu həyatda yaşamaq. Amma o insanlara baxarsan Allahın gözü ilə, necə Allah baxır, sən də o cürə bax o insana. Görəcəksən necə rahatdır yaşamaq. İnşallah bu gözəl, rahat həyatı arzulayıram mən bütün müsəlmanlara, möminlərə və bütün əzizlərə. Gözəl, xoş oruclar, mənəvi, səfalı qəlb, ürək və inkişaf arzulayıram. Bəli, təşəkkür edirik Aybəniz xanım. Həqiqətən də bugün verilişimizə gəldiniz və təklifimizi rədd etmədiyiniz üçün təşəkkür edirik. Sağ olun, siz sağ olun, çox sağ olun, var olasınız. Bəli, əziz izləyicilər, Rəcəb ayının bu cümə gecəsində də gəldik sizlərlə görüşə. Gəldik ki, bu yeni mövzuları yox, sualları cavablandıran qonağımızla sizlərə salam dedik. İndi isə sağollaşırıq. Sağollaşırıq ki, bu mübarək aylarda bir daha sizlərlə Allahın izni ilə görüşə gələk. Və qonağımızın dediyi kimi, Allahdan bu ayda, bu bizim mənəvi, qəlbimizin aram olduğu bir ayda qonağımızın elə vurğuladığı kimi hüzurla, yəni Allah qarşısında təslim olmaqla bu ayı Allah yaşamağa hər birimizə nəsib eləsin inşallah. Sizlərlə sağollaşırıq. Sağollaşırıq ki, gələn verilişdə sizlərə gözəl mövzularla qarşınıza çıxaq. Elə isə sağollaşırıq. Və ən vacib olan əməllərdən biri isə dualarımızı bu ayda azaltmayaq, daha da çoxaldaq. Dualarımızdan biri isə Allahümmə əcil li vəlikəl fərəc.